Salam, dəyərli dostlar, hər birinizi salamlayırıq. Bu gözəl gündə Allah hər birinizi var eyləsin diləyirik. Çox təşəkkürlərimi bildirirəm. Bütün bizim iştirakçılarımıza, bizim dəyərli izləyicilərimizə çox təşəkkür və minnətdarlığımı bildirirəm, dəyərli dostlar. Bildiyiniz kimi, keçən həftənin 6-cı günü psixologiya, yəni kognitiv psixologiya dərsində idik. Professor Daniel Kahneman'ın Thinking Fast and Slow, yəni cəld və yavaş düşüncə, sürətli və asta, belə deyək, cəld və yavaş düşünmək kitabı əsasında keçirilən kognitiv psixologiya dərsində idik və bugün hər həftənin 6-cı günü bilirsiniz dəyişəcək. Bir o, bir bu. Bugün inşallah ki William Baynumun elmin qısa tarixi, yəni elm tarixi dərslərindəyik və bu bizim artıq ikinci çıxışımızdır, dəyərli dostlar. Bugün keçən dəfəki çıxışımız lap əvvəldə bir ay yarım bundan əvvəl sırf bir giriş olaraq qısa bir ümumi mövzu ətrafında danışmışdıq. Bugün isə inşallah dərin bir şəkildə maksimum əlimizdən gələn qədər müəyyən izahlar etməyə çalışacağıq və bunun da nəticəsində artıq biz müəyyən bir nəticələr də əldə etmiş olacağıq, dəyərli dostlar. Bir də bunu deyim, kitabın belə deyək ki, birinci hissəsini, dəyərli dostlar, əslində biraz biz fəsil 1-dən başlayacağıq, belə deyək. Əsas biz, bilirsiniz mən nə demək istəyirəm? Səhifə 15-dən başlayacağıq. Orada bilirsiniz, bəlkə də bilmirəm, siz mütaliə eləyibsiz, oxuyubsiz. Orada o qədim kağızın yaranma dövründən danışırdı. Çinin necə də bu yöndü, belə deyək ki, çox əvəz olunmaz bir, belə deyək ki, yəni bu töhfə vermişdir, yəni kağızın və s. yaranmasında. Orada misal üçün od, su, alov və s. dəyişmə, çevrilmə, su, metal, ağac, od, torpaq, bu daş, kağıt, qayçı oynayırdıq. Yəni burada hər tərəfli danışacağıq biraz. Amma bunu da mən iki yerə böləcəm, dəyərli dostlar. Deməli, biz səhifə 15-dən 19-a kimi bugün oxumalarımızı eləyəcəyik. Niyə? Çünki bundan əlavə bizim bilirsiniz ki, bir silsilə mövzumuz da var. Elm imanla ziddirmi adlı bir mövzumuz da var. Onun da çıxışını eləyək. Həm də biraz uzundur, 7-8 səhifədir. Fəlsəfə tarixi kimi deyil bu. Uzundur, ona görə bunu hər, belə deyək ki, fəsli, hər şeyi ikiyə böləcək. 15-ci səhifədən 19-cu səhifəyə qədər bugün inşallah ki müzakirəmiz olacaqdır, dəyərli dostlar. Demək, bilirsiniz ki, bizim hər dərslərimizdə olduğu kimi bu dərsimizdə də hər çıxışımız zamanı etdiyimiz bir silsilə mövzu var. Bilirsiniz ki, hər dərslərdə bu mövzu fərqlidir. Bu mövzuda da olduğu kimi bizim elm tarixi dərslərimizdə etdiyimiz silsilə mövzu, çıxış etdiyimiz silsilə mövzu elm imanla ziddirmi? Belə bir mövzu seçmişik və belə bir mövzu ətrafında danışacağıq inşallah. Elm imanla ziddirmi, zidd deyilmi? Keçən dəfə xülasə olaraq biraz qısaca bir o obrazı yaratmaq üçün nə mənada biraz o söhbət nədən gedir? İlk dərsimizdə bir 15-20 dəqiqə səhv eləmirəmsə belə danışmışdıq. Amma bugündən inşallah ətraflı danışmağa çalışacağıq, dəyərli dostlar. İlk öncə başlayıram. Diqqətlə dinləməyinizi xahiş edirəm, dəyərli dostlarım, həm də sizlərin də dəyərli izləyicilər. Qeyd aparmağınızı tövsiyə edirəm. Bizim üçün, sizin üçün çox mühüm
məlumatlar var burada. Bunu qeyd etməyiniz sizin daha da dərin şəkildə dərk etməyinizə çox kömək olacaq. Dostlara demirəm, onlar özləri bilir artıq. Belə başlayım. Elm imanla ziddirmi? Belə bir başlığımız var. Bu ana başlıqdır. Ümumiyyətlə, elmin imanla zidd olub olmadığını anlamağımız üçün ilk öncə bu iki belə deyək ki, suala ayrı-ayrılıqda bu iki sahəyə belə deyək, anlaşılır dildə olsun, ayrı-ayrı tərif vermək və onun hansı yola və belə deyək ki, hansı yol və hansı istiqamətdə araşdırma apardığını və nəyi öyrəndiyini, belə desək, öyrənməyimiz lazımdır. Ola bilər keçən dərsdə biraz demişəm, amma təkrar bu dərsdə bir ümumi başdan anlayaq. Ümumiyyətlə belə deyim ki, insan tarix boyu iki böyük qüvvə ilə qarşılaşıb. Bunlardan biri elmdir, bunlardan bir digəri də imandır. Ümumiyyətlə, insanların əksəriyyəti bunu bir-birinə zidd olaraq görmüş ki, niyə? Səbəbi də odur ki, bilirsiniz, çox elm adamları, bəzi elm, hamısını demirəm də, yəni əksəriyyət elm adamları çoxsu belə inanmırlar, ateist olurlar. Ona görə elmlə imanı bir-birinə zidd anlayışlar olaraq görmüş, amma bir digər bəziləri isə, bəzi şəxslər isə onları bir-birini tamamlayan həqiqətlər kimi qəbul etmişdilər. Bir-birini tamamlayan həqiqətlər kimi qəbul etmişdilər. Amma bizim başlığımız budur ki, həqiqətən elm imanla zidddirmi, zidd deyilmi? Əvvəlcə, baxın dəyərli dostlarım, əvvəlcə sualı düzgün qoymaq lazımdır. Çünki çox vaxt burada problem elm və yaxud da imanda deyil, onların tamamilə yanlış anlaşılmasındadır. Tamamilə yanlış anlaşılmasındadır. İlk öncə sual qoymalıyıq. Elm nədir? İman nədir? Bunların tərifini verdikdən sonra, anladıqdan sonra, ondan sonra qarşılaşdırmağa keçməliyik. Ondan sonra biz müzakirə edə-edə nəticə alacaq ki, uzun çəkəcəyik bu tam nəticə almaq. İndi hər çıxışın öz nəticəsi olacaq, belə deyək. Ondan sonra biz dəqiq biləcəyik ki, zidddirmi, zidd deyilmi? Ümumiyyətlə, elm nədir? İndi bizim görüşümüzə görə qısa yazmışıq. Elm kainatı, təbiyyəti və səbəb-nəticə əlaqələrini araşdıran bir yoldur və elm niyə deyil, necə sualına cavab verir. O, niyə yox, necə sualına cavab verir. Niyə sualına iman tərəfi cavab verir ki, indi birazdan bunu qutarandan sonra onu da biz bildirəcəyik. Demək ki, dedik, necə sualına cavab verir və o hadisələrin necə baş verdiyini, hansı qanunlara tabe olduğunu və s. Bunu izah edir. Deməli, elm bu oldu. İman isə artıq bir fərqli sahədir. Bir fərqli bir sahəyə aiddir və elmdən fərqli olaraq necə yox, niyə sualını araşdırır və niyə sualına cavab verir. Yəni, iman daha çox varlığın məqsədini, mənasını və onun arxasındakı hikməti dərk edir. Və burada artıq insan qabağına bir həqiqət çıxır. Bəli, burada biz belə nəticə alırıq ki, yalan deməyək, elm və iman eyni suallara cavab vermir. Bəli, biri necə olduğunu, biri də niyə olduğunu cavab verir. Onlar fərqli sahələrdə fəaliyyət göstərir. Yəni, bu baxımdan elm ilə iman arasında bir ziddiyyət təşkil olunduğunu vurğulamamalıyıq, düşünməməliyik. Sadəcə hər ikisinin fərqli baxış bucaqlarının olduğunu anlamalıyıq. Mən hər
dərslərimizdə, bəlkə də çox dərslərimizdə tez-tez qeyd edirəm, dəyərli ustadım, böyük şəxsiyyət Mehmet Qazi Həzrətlərinin belə bir sözü var. Yollar fərqli, sadə bir söz kimi gələ bilər, amma hikmətini dərk etmək lazımdır. Görürsünüzmü, necə də hər dərsdə biz o bir cümləyə gəlib çatırıq. Yollar fərqli olsa da mənzil eynidir, son duraq eynidir. Bunun kimi. Baxış bucaqları fərqli olsa da, doğru şəkildə baxsaq, mənzilin eyni olduğunu görmüş olarıq. Bizim demək istədiyimiz budur. Mənzilin eyni olduğunu anlamış olarıq bu yerdə. Amma indi buna baxmayaraq, yəni mənim bu dediyimi başa düşməyən, yəni bunu anlamayan şəxslər var və buna görə də tarix boyu bu iki anlayış qarşı-qarşıya qoyulduğu tarixlər də olmuşdur. Yəni bir-biri ilə rəqib kimi qarşı-qarşıya, amma xeyr elə deyil, ziddiyyət təşkil etmir. Sadəcə buradakı bir fərq var. Bunlar onu dərk edə bilmirlər də. Yəni hər birinin, mən də qəbul edirəm, sahələri fərqlidir, baxış bucaqları fərqli olsa belə, hikmətinə baxsaq hər ikisinin nəslində mənzili birdir. Bunu qəbul etməyən və yaxud da bunu başa düşməyən şəxslər olduğuna görə də tarix boyunca da bu iki anlayış bir-biri ilə qarşı-qarşıya gəlmişdir. Bunun olduğu dövrlər olmuşdur. Yəni bunun da səbəbi var. Bunun da səbəbi elmin özündən çox insanın yanaşması olmuşdur. Bunun əsas səbəbi elmin özündən çox insanın yanaşması olmuşdur. Yəni bəzən elm ideologiyaya çevrilmiş, bəzən isə iman yanlış təqdim edilmişdir. Yəni burada demək istədiyim nədir? Təqdimatı doğru eləmək çox mühümdür. Təqdimat səhv olsa artıq bütün o zəncir qırılır və anlaşılmamazlıq baş verir. Amma halbuki doğru baxış bucağı ilə baxa bilsək, görə bilsək, yəni düzgün baxıldıqda elm iman üçün heç bir təhlükə və ziddiyyət təşkil etmir. Əksinə insan elmi öyrəndikcə heyrətə gəlir. Baxış bucağı dəyişir, düşüncə tərzi dəyişir. Allahın o səbəb-nəticə qanununu daha dərindən dərk edir. Baxın, yazdığım kimi, əksinə, elm kainatın nizamını, incəliyini və qanuna uyğunluğunu göstərərək insanı daha böyük bir həqiqəti düşünməyə şövq etdirir. Onun arxasında olan o hikməti istər-istəməz insanda düşündürməyə vadar eləyir. İnsan heyrətə gəldikcə düşünməyə başlayır, o düşüncə formalaşır. Düşüncə formalaşdıqca suallar yaranır. Suallar yarandıqca insan o suallara cavab tapmaq istəyir və o sualların cavabı da imandadır. Niyə? Çünki iman niyə sualına cavab verir. Görürsünüz necə də bir-birindən əlaqəli olur. Niyə sualına cavab verir? Niyə? Yəni sual deməkdir. Niyə? Səbəb. O sualların cavabını da məhz burada tapır. İlk öncə bəli, ola bilər ki, imanı bilməyə, amma o heyrətamiz şeyləri gördükcə insan artıq düşünməyə başlayır. O arxasındakı, onun arxasındakı olan hikməti dərk etmək istəyir və ona baxdıqca, heyrətləndikcə artıq bu onda bir düşüncə yaradır, bir düşüncə formalaşdırır. Bu düşüncə formalaşdıqdan sonra sual yaranır. Artıq bir çox suallar, ardı bərəskəsi suallar və bu sualların da istər-istəməz bu suallara da cavab axtardığı üçün bu sualların da cavabı bax, məhz bu imandadır. Çünki niyə? İman niyə sualına cavab verir? Yəni sənin bu suallarının cavabı oradadır. Sənin sualların cavabı oradadır, onu demək istəyirik. Məsəl üçün, insan kainata baxdıqca bir nizam görür, bir ölçü görür, bir gözəllik görür, bir qanuna uyğunluq görür.
və burada anlayır ki, bu da bir təsadüfi bir varlıqdan çox şüurlu bir nizamın varlığını düşündürür. Və bunun nəticəsində də, yəni nə demək istəyirəm, sözümün canı, bunun nəticəsində də insan artıq düşünməyə məcbur olur. İstəsə də, istəməsə də bir öz-özünə sual verir ki, ilahi, gör necə də gözəl, necə də gözəllik, bu nə gözəllik, bu nə hikmətindən söz olmaz. İstər-istəməz insan düşüncəyə qapılır. O nizamı, o ölçüyü, o qanuna uyğunluğu gördükcə insanda bu düşüncə formalaşaraq artıq suallar yaranaraq insan artıq o sualların cavabını axtarmağa başlayır və doğru cavablar da məhz imandadır, din buradadır. Və bu nöqtədən sonra, baxın bu nöqtədən, indi sual yarandı, keçdi, cavab axtarmağa başladı və o cavabı da gördü ki, imandadır, yox, bu nöqtədə elm, artıq bundan sonra elm bir son deyil, yəni bitdi, son deyil, bir vasitəçi olur. Bir vasitəçi olur. Yəni ki, bizim ki, hədəfimiz var, hansı dərs olur olsun, nə olur olsun, bizim ki, hər dərsin nəticəsində ki, bir hədəfimiz var, həqiqi hədəfimiz var. Baxın, sözümün canı xülasəli dildə desəm, elm insanı həqiqətə aparan yollardan biridir. Aparan yollardan biridir. İndi sual yarana bilər ki, dəyərli dostlar, dəyərli qardaşlar, dəyərli izləyicilərimiz, bəs birbaşa imandan, məsəl üçün, bunun əksi olarsa nə olar? İndi siz bildiniz bu qədər dərsdən sonra, biraz lap da açmayayım da, özünüz artıq bilirsiniz, vaxt azdır ona görə. İndi bunun bir əksi olsa sizcə necə olar? Necə olar? Yəni, bunu deyim ki, mən iman da əslində elmdən uzaq deyil. Yəni, həqiqi iman kör-körənə iman deyil. Yəni, həqiqi iman düşünən, araşdıran və dərk edən bir yanaşmadır və iman insanı düşünməyə çağırır, sual verməyə təşkil edir. Yəni, imanlı insanın xüsusiyyətlərindən biri də çox sual verən, düşünən, araşdıran, dərk edən, bir hədəfinin və bir ali varlıq olduğunu dərk edən insandır. Və əgər ki, insan bunu birbaşa dərk edə bilmirsə, elm yolundan da keçə bilər. O bayaq dediyimiz baxaraq, seyr eləyər. Yəni, əgər ki, o düşüncə hələ formalaşmayıbsa, o düşüncəyi formalaşdıran vasitələrdən istifadə edə bilər. Demək istədiyim budur. Yəni, onu düşündürməyə vadar edən, təşviq edən vasitəçilərdən istifadə edərək o düşüncə tərzini formalaşdıraraq imanlı bir şəxs olub həqiqi hədəf yolunda addımlaya bilər. Və beləliklə, ən başından bəri sistemini doğru qurmuş olar elə bir şəxs. Və beləliklə, problem elm ilə iman arasında deyil əslində. Burada problem insanın bu iki sahəni düzgün yerləşdirə və anlaya bilməməsidir. Baxın, belə bir söz yazmışıq, bunu deyim sizə, elm olmadan iman kör ola bilər. İndi bax, bir dəqiqə bundan əvvəlki sözlərimin bir qısa bütöv formasını deyirəm. Görün nə deyirəm. İndi elm olmadan iman kör ola bilər, iman olmadan elm isə məqsədsiz qala bilər. Mühüm olan bunlardan doğru istifadə etməkdir. Mühüm olan bunlardan doğru istifadə etməkdir. Yəni, burada biri istiqamət verir, biri də vasitəçi olur. Və burada əsl kamillik bu ikisinin birlikdə doğru düzgün şəkildə işlədilməsidir. Çünki insan yalnız bilən varlıq deyil, eyni zamanda mənanı, o niyə ki var, niyə? O niyəni axtaran bir varlıqdır. O niyəyi də, o sualı da yaratmaq üçün bir vasitəçiyə
ehtiyac var. Baxın, bu vasitəçilərdən biri də elmdir. Yəni elm öyrənmək bu qədər insan üçün lazımdır, doğru, düzgün şəkildə. İndi burada belə bir sual qoyuram. Bu sualı indi gələcək dərsimizdə, inşallah ki, gələcək dərsimizdə bu suala da cavab axtararıq, dəyərli izləyicilər. Əgər ki, bilənlər varsa şərh olaraq yazın. Dostlar mənə bildirirlər, özüm də girirəm, oxuyuram. Dəyərli dostlarım, sizə də aiddir. Burada belə bir sual buraxıram. Və bu suala da inşallah ki, gələcək dərsimizdə müzakirə apararıq bu sual ətrafında. Baxın, belə bir sual qoyuram ona, sizə. İndi hərənin buna bir cavab olacaq. Hərənin öz içində, amma dürüst şəkildə lazımdır bu cavab. Və niyəsinlə də deyəcək. Biz elmi həqiqətə çatmaq üçün istifadə edirik, yoxsa ondan uzaqlaşmaq üçün bəhanə kimi? Yəni, biz elmi həqiqətə çatmaq üçün mi istifadə edirik, yoxsa ondan uzaqlaşmaq üçün bir bəhanə kimi mi istifadə edirik? Bax, bu sualı mən qoyuram. Gələn dəfə bir müzakirə eləyərik. İnşallah ki, bu mövzu ətrafında danışarıq biz gələn dəfə. Bununla da, yəni xülasə olaraq deyirəm ki, elm ilə iman bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayır. Onları paralel şəkildə istifadə edə bilsək, həqiqətən də bizlərin həqiqət yolunda inkişafımız üçün bizə çox mühüm və faydalı olar deyirəm. Və dəyərli dostlar, burada da bitirirəm. Qaranlıq qalan bir yer olmadı ki, olmadı. İzləyicilərimizin də əgər ki, əlavə mövzu ətrafında, mövzu əhatəli əlavə suallarınız olarsa qeyd edərsiniz, biz cavablayarıq. Ümid edirəm, hər şey sizə aydın olmuşdur. İndi keçirəm öz dərsimizə. Keçirəm öz dərsimizə. Vaxt azdır. Səhifə dedik 15-dən 19-a qədər gedəcəyik. Deməli, dəyərli dostlar, belə başlayaq. Fəsil 2, iynələr və rəqəmlər. Səhifə 15-dəyik. Siz onsuz da hazır qoymuşsunuz. Bir də dəyərli dostlar, bu kitabı əldə etməyiniz həqiqətən çox mühüm olar. Əgər ki, dərslərimizi ciddi izləyənlər olarsa, bu kitabın sizdə olması, mən deyirəm ki, çox lazım idi. Niyə? Çünki dərsdən əlavə də bir oturub sizin oxuyub, öz düşüncə tərzinizə uyğun şəkildə dərk etməyiniz üçün çox mühüm bir vasitəçidir, mən belə düşünürəm. Amma belə də dinləyərək, müəyyən qeydlər apararaq, müəyyən nəticə almaq da mümkündür. Deməli, Misir belə başlayır. Misir və Babildən şərqə doğru hərəkət etsəniz, sıldırım Himalay dağının hər iki tərəfində, Hindistan və Çində qədim sivilizasiyaların çiçəkləndiyi məkanları tapa bilərsiniz. 5000 il bundan öncə insanlar Hind və Sarı Xuanxe çaylarının vadilərinə səpələnmiş şəhərlərdə məskunlaşmışdılar. O vaxtlar Hindistan və Çin indiki ərazilərindən daha böyük əraziyə malik idi. Quru və dəniz üzərindən həyata keçirilən böyük ticarət şəbəkəsində bir hissəsi, yəni ticarətin mühüm bir hissəsi bunların əlində idi. Belə deyək. Və ticarət şəbəkəsinin bağları, ədviyyat bitkiləri yetişdirilən bütün yerlərə uzanırdı və hər iki ölkənin xalqı yazını və elmi yüksək səviyyədə inkişaf etdirmişdi. Biri digərinə yardımçı olurdu, elm ticarətdən yararlanırdı və ticarətdə əldə edilən sərvət və tədqiqatların aparılmasına belə deyək ki, şərait yaratdı. İndi vaxt yoxdur, elə bir-bir hər cümləyi oxumayacağam. Bizə lazım olanları oxuyacağam. Ümumiyyətlə, demək ki, faktiki olaraq 1500-cü illərə kimi bu sivilizasiyaların hər birində elm Avropada olduğu kimi inkişaf etmişdi. Və Hindistan bizə rəqəmləri verdi, riyaziyyatın təməli olan rəqəmləri verdi. Çində o belə deyək ki, kağız və
gəmiçilikdə əvəz olunmaz bir vasitəçi olan kompası verdi. Bilirsiniz ki, kağız da Çində yarandı və Çin elə müasir dövrdə də olduğu kimi çox aparıcı dövlətlərdən biridir və ticarətin mühüm bir hissəsini öz əlində tutur, dəyərli dostlar. Bir də belə bir şey deyək, fikir veribsinizsə, Çinin ümumiyyətlə elmi olsun, o yaşayış tərzi olsun və yaxud da və sair bütün bunların dəyişdiyini biz görə bilərik, amma Çinin bir dənə şeyinin məsələn sual verirəm. İndi bəlkə də bilə bilən olar, bilə bilməyən olmaz. Amma mən yenə də deyim, məsəl üçün o nədir ki, Çində lap əvvəldən də bu yana heç vaxt dəyişməyib elə həmən olaraq qalıb. İndi dostlar tanırlar, danışmır. İndi bunun bir cavabı var. Yazı. Hindistanın o yazı tərzinə ki, bir fikir versəniz, dəyərli dostlar, necə var elə də qalıb. Yəni kiçik şəkillərdən ifadə olunur. Yəni Çinin bir şeyi ki var, əsrlər boyu dəyişməz qalmışdır, yazısı. Yazısı qədim əvvəllərdə necə idisə, indi də həmçinin elə davam edir. Və diqqət etsəniz, indiki müasir, yəni bunu necə biz dəqiq deyə bilərik? Müasir, yəni indiki Çin dilini bilsəniz, qədimə aid Çin dilində olan yazıları da rahatlıqla, yəni normal şəkildə, asanlıqla oxuya biləcəyinizi görəcəksiniz. Bax, bu da sübut. Və bunu da deyək ki, burada əsas yerləri oxuyacağım. Deməli, qədim Çinlilər əsasən burada yin-yan indi danışacaq. Əsas yerləri oxuyuram. Burada özünüz oxuyarsınız. Yəni Çinlilərin bir çox ixtiraları yazılıb, əl arabasını icad ediblər və bir çox belə deyək ki, abidələr, tikililər var və s. İndi bunu siz özünüz oxuyarsınız, dəyərli dostlar. Mən əsas hissələri oxuyum burada. Deməli, qədim Çinlilər kainatı güclərin hər şeyi əlaqələndirdiyi canlı orqanizm kimi qəbul edirdilər. Təməl qüvvə və ya enerji qi-çi kimi tələffüz edilir, adlandırır. Digər iki təməl güc yin və yan idi. Yin-yan qadın deməli yin qadın prinsipi adlanır. Qadın prinsipi adlanır. Yəni isə kişi prinsipi olub. Deməli, günəş, işıq, bürkü və istilik ideyaları ilə bağlı idi. Yin isə qadın prinsipi olub, qaranlıqla, buludlar və rütubətlə əlaqədar olmuşdur. Və əşyalar əsla tam şəkildə yin ya da yan deyil. İki güc həmişə müxtəlif dərəcələrdə birləşdirilir. Çin fəlsəfəsinə görə hər birimizdə biraz yin və biraz da yan vardır və onların dəqiq kombinasiyası bizim kim olduğumuza və necə davrandığımıza təsir edir. Yəni bu xüsusiyyətlər hər birimizdə var. Onun dəqiq belə deyək ki, kombinasiyasını bizim kim olduğumuzun və necə davrandığımızda özünü göstərir. Yəni o belə deyək ki, xüsusiyyətdə əks təsir edir. Yəni o nəyə görə? Çünki yəni bunu keçən dərslərimizdən aydındır ki, insan xüsusiyyəti nə qədər olmasa da əks təsir edir. Qarşısındakı adama ötürə bilir. Nə mənada ötürə bilir? Demirəm onun xasiyyəti ona keçir, yox. Göstərə bilir. Özünü göstər. İnsan xasiyyətinin belə bir xüsusiyyəti vardır ki, hər nə qədər olsa da, nə qədər də gizlətməyə çalışsan özünü göstərir. Ay filan kəs nə bilim necə ağır xasiyyətli adamdır. Ay bu necə pis adamdır, qaçdı qabala. Ay bu nə gözəl, sadə, şirin dilli, hikmətli bir adamdır. Yəni bu özünü göstərir, onu demək istəyirik. Və bundan əlavə olaraq da, Çinlilər bütün bu kainatın, bu evrənin 5 elementdən, bayaq dediyim kimi 5 elementdən ibarət olduğunu deyirdilər. Deməli, ağac, su, metal, od, torpaq. 5 dənə. Bu 5 elementlərdən ibarət olduğunu deyilir.
və bu elementlər sadəcə ətrafımızda gördüyümüz deməli aydın ətrafımızda gördüyümüz adi su və ya o deyil, ancaq dünyanı və səmayı yaratmaq üçün bir araya gələn prinsiplərdir. Belə deyək ki, amma bunlar amma indi belə bir şey də var. İndi oxuyacağam, mən özümdən deyim. Bunların da öz-özlüyündə fərqli xüsusiyyətləri var əslində. Bir-birindən fərqli xüsusiyyət. Yəni yeri gəldikcə bir-birlərini üstələyə bilir. Bir-birlərini üstələyə bilir. Məsəl üçün adını siz deyin. Məsəl üçün bir bel, taxta bel, bel nədən olur? Taxta bel torpağı qaza bilir. Məsəl üçün metal ağacı kəsə bilir, su odu söndürə bilir və torpaq suyun qabağını kəsə bilir və sair kimi. Yəni bunlar bir-birindən fərqli xüsusiyyətlərə malik və bir-birini də belə deyək ki, üstələdikləri vaxt olur. Bunu o daş, kağıt, belə türk dilində həmişə uşaq vaxtı oynayırdıq, izləyicilər indi bilə bilər. Daş, kağıt, makas elirdi. Məsəl üçün kağız gəldisə bu bunu üstələdi. Amma o demək deyil ki, kağız zəifdir, xeyr. O əgər ki daş tutsaydı, kağız da onu bürüyəcəkdi, örtmüş olacaqdı. İndi bildiniz mən nə demək istəyirəm? Yəni burada demək istədiyi bunun budur. Və bu elementlər yin və yang güclərini birləşdirərək zamanın, təbiətin, hərəkətin və doğulmağın, ulduzların, planetlərin və s. bunların hamısını yaradır. Və bu elementlər də bir gücdən ibarətdir və bir-birini üstələyə bilir. Bunu dedik. Və maddənin əsas vahidi kimi atom anlayışı Çində heç vaxt geniş yayılmayıb. Bu ölkədə həmçinin hər şey elmi olması üçün rəqəmlərin köməkliyi ilə ifadə etməyi düşünən təbiətşünas filosoflar da yox idi. Demək ki, saymaq üçün istifadə etdiyimiz bir də bizim o bəzi şeylər var, nətər başa salmayın siz onu. İnşallah ki, onun belə deyək ki, o olur belə bir taxta kimi kvadrat nəzərinizə yetirin. Bir dənə belə onun üstünə belə yığırlar, belə yumru belə şeylər var. Belə elədikcə, bildiniz nə deyirəm? Belə bir ipi var. O muncuqlar da düzülüb yumru. Məsəl üçün belə çevirə bilirsən, say üçün istifadə edə bilirsən. İnşallah onun əgər ki şəkli olsa dəyərli dostlarımız ekrana yerləşdirərlər inşallah ki. Bilirsiniz ki, saymaq üçün istifadə etdiyiniz ipə düzülmüş muncuqlardan ibarət hesab çötkəsinin adı 1500-cü illərin sonlarında çəkilmişdi. Və çox güman ki, o daha erkən kəşf edilmişdir və hesab çötkəsi saymaqla yanaşı toplama, çıxma, vurma və bölmə proseslərini də yerinə yetirir. Və belə deyək ki, onlar bir günü belə deyək ki, nətər tapıldılar. Yəni bir ilin neçə gün olduğunu onlar belə deyək ki, günəşin səmadakı öz nöqtəsini keçdikdən sonra bir də öz nöqtəsinə qayıtması ilə tapırdılar və Yupiter kimi planetlərin, borduzların hərəkəti təbiətdə hər şeyin dövrə olması ideyasına çox uyğun gəlirdi və 365 gün olduğunu onlar bilirdilər bu necə. Yəni günəşin istiqaməti, günlərin uzanması, qısalması və günəşin istiqaməti nəticəsində bunlar onu bilirdilər və Çinlilər dünyanın çox qədim olduğuna inandıqları üçün vaxtilə bu dünyada mövcud olmuş bitki və heyvanların bərkimiş qalıqları hesab edilən daşlaşmaları eyniləşdirməkdə çətinlik çəkmişdilər. Onlar daşları bərklik və rəng xüsusiyyətlərinə görə qruplaşdırırlar. Nefrit yüksək qiymətləndirilirdi və sənətkarlar gözəl heykəllərin bu daşın hissəcikləri ilə bəzəyirdilər. Bir də
Məsəl üçün zəlzələ hadisəsi hər yerdə olduğu kimi Çində də olurdu, amma yeganə olaraq bu zəlzələnin niyə baş verdiyini onlar dərk edə bilmirdilər. Amma 2-ci əsrdə Jan Xen adlı olduqca savadlı bir şəxs yer tərpənəndə onun titrəyişini qeyd etmək üçün asma çəki daşından istifadə etdi. Bu yerin titrəyərkən onun belə deyək ki, onun yerini titrərkən onun hərəkətini düz xəttlə göstərən bizim seismoqraf adlandırdığımız cihazın ən erkən versiyası idi və maqnetizm praktik məqsədlər üçün nəzərdə tutulurdu. Çinlilər dəmiri yüksək temperatura qədər qızdıraraq sonra şimal-cənub istiqamətində soyumasına icazə verərək onu necə deyə bilmədim, maqnitləşəcəyini öyrənirdilər. Bura qədər bitirdim 19-cu səhifə. Gələn dərsdə də davamını oxuyacağıq bildiyiniz kimi. Yəni xülasə olaraq deyim ki, çətin bir mövzu deyil. Özünüz artıq bildiniz. Yəni burada qədim Çinin həqiqətən də ticarət yolu və elm sahəsində olan töhfələrini biz görmüş olduq. Onlar belə deyək ki, kainatın 5 elementdən ibarət olduğunu düşünürdülər. Yin-yang, kişi və qadın prinsiplərinin, yəni bu da nə deməkdir? Müasir dillə desə, insan xüsusiyyətinin, hər insanın prinsipi, yəni xüsusiyyətinin mövcud olduğunu dərk etmiş olur və hər nə qədər olsa da insan xüsusiyyəti nə qədər gizlətməyə çalışsa belə özündə onu əks etdirir. Bunu demiş olur və həqiqətən də belə deyək ki, qədim Çinin olduqca bir mühüm bir elmin inkişafında filan bu yolda çox mühüm töhfələrinin verildiyi olmuşdur. Məsəl üçün o araba olsun, nə bilim kompas olsun, kağız olsun və s. kimi. Bu bizim müasir dövrdə çox ehtiyacımızın olduğu bu şeylərin ixtiraçıları da məhz Çinlilər olmuşdur, dəyərli dostlar. Hələlik qaranlıq qalan bir yer ki olmadı. Dəyərli izləyicilər, sizdə də əgər ki əlavə suallarınız olsa qeyd edərsiniz. İnşallah ki dərsimizi burada bitirirəm. Bizləri izlədiyiniz, dinlədiyiniz üçün çox təşəkkürümü bildirirəm. İnşallah ikinci günü də dəyərli dostlar yadınızdan çıxartmayın. İkinci günü yayınlanacaq. İndi sizə deməli, dəyərli dost, sizə deməliydim. İndi bu əvvəlcədən çəkiliş aparılı dostlarla tədricən sonradan yüklənilir. Amma izləyicilərimə deyirəm, sizə aid deyil, fərqlidir. İndi ikinci günü bu 6 bazar bu radələrdə yayınlanacaq bu video. İnşallah ki bir neçə gündən sonra, ondan sonra da o gələcək həftənin ikinci günü də bizim fəlsəfə tarixi dərsimiz, ondan sonra 6-cı gündə kognitiv psixologiya dərslərimiz saat 21:00-da öz vaxtında davam edəcəkdir, dəyərli dostlar. Bizi izlədiyiniz, dinlədiyiniz üçün çox təşəkkürümü bildirirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.